Herkese salam və bugünkü vlogumu başlayıram. Həmişəki kimi mətbəxim uçur. Mən indi işdən gəlmişəm. Bugün 6-cı gündəm. 6-cı gün olmağına baxmayaraq bugün işə getmişdim. İşə gedib gələndə gördüm ki, burada nələr var. Emilin bütün əşyaları stolumdadır və burada da belə. Əsas odur ki, qablar o qədər də yoxdur. Amma mən istəyirəm ki, paltarları qoyum yumağa. Burada da bu qədər paltar yığılıb. İndi bunları istəyirəm yumağa qoyum. Bütün qara paltarları, tünd rəngdəkiləri atıram yumağa və sonra başlayıram mətbəxi yığışdırmağa. Beləliklə balkondakı paltarlar təmizləndi, azaldı və qoydum bunu. Paltarları qoydum yuyulmağa. İndi isə mən gedirəm, qalan yerləri yığışdırım. Balkonun yerində siləcəm. Biraz buranı da istəyirəm silim. Tezəlikcə silmişdim, o qədər çirkli deyil. Sadəcə olaraq biraz toz yığılıb, onları istəyirəm. Tozu yığışdırın. Qablardan başlayıram. Burada olan bir-iki dənə qabı yuram və Nərminə də gördüyünüz kimi bizə qonaq gəlib həmişəki kimi mənə kömək etməyəm. Bugün biraz mətbəx otağımda və qonaq otağında biraz dəyişikliklər edəcəm, mebelləri dəyişəcəm. Ona görə çox maraqlı olacaq. Mənimlə qalın və hal-hazırda qabları yuyub qutarıb rakovinanın içində domestosla silirəm. Evimizə isə bir böyük stol gələcək və bir böyük şkaf gələcək və bunlara yer etməliyəm. Ona görə də mətbəxdəki stolu götürəcək, yerinə isə qonaq otağındakı böyük stolu gətirəcəm. Əslində bu mətbəxdəki stol mənim üçün balaca idi. Üstünə bir dənə kənd qabı, bir meyvə qoysam, üzərinə yer qalmırdı ki, nəsə yenə qoyum. Ona görə burası böyük stol olmağı daha əlverişlidir. Ona görə də fikirləşdim ki, bu zal otağındakı böyük açılan stolu hələ mətbəxə gətirsəm daha yaxşı olar. Mən qabları yuyarkən Nərmiş də mənə kömək elədi ki, qabları silib yerbəyer etsin. İndi isə bu kuxnanın bütün stolişnitsasının üstündəki lazımsız əşyaları da götürmək lazımdır. Bu mənim kofemdir. Yenə də burada hələ nəmdir. Balkona qoyacağım. Biraz da qurusun. Skrab düzəltəcəm. Yenə də çox xoşuma gəlir bu skrab. Dediyim kimi dolab gətirəcəyəm və dolabı mətbəx otağına qoyacağım və böyük stol hansı ki zal otağındaydı və istəyirəm ki, bu stolişnitsanın üstündəki bütün əşyaları götürüm. Əslində mən çox xoşlayıram ki, bura sadə və boş olsun. Burada əşya az olsun. Sadəcə olaraq mənim mətbəxim mebeli o qədər böyük olmadığına görə, o qədər yer olmadığına görə çox şey bunun üstündə olurdu. Məsəl üçün ayrı grill, elektrik çaynik, bunları qoymağa yer tapa bilmirdim. Amma hal-hazırda dolabı gətirəndə istəyirəm ki, bütün buradakı əşyaları dolabın üstünə yığım. Orada ayrıca gövşə düzəldim. Çay üçün, kofe üçün gördüyünüz kimi biz də kofe saatı özümüzə elan etdik. İndi isə stolu da aparırıq və buranı plisoslayıb sonra üstündən par aparatı ilə keçəcəm ki, tam təmiz olsun. Plintusları da siləcəm. Stol həmişə burada olduğundan istər-istəməz nəsə görünməyib qala bilər. Ona görə istəyirəm ki, indi hal-hazırda buralar açıq olanda hər şeyi yaxşı-yaxşı silim, təmizləyim. Ürəyim rahat olsun və təzə əşyaları bura gətirim. Əslində mətbəx otağı kvadrat olanda daha əl tutur. Çünki mebeli 3 küncdə eləyə bilərsən. İstəsən 2 divarda eləyə bilərsən, 3 divarda eləyə bilərsən. Çünki kvadrat şəklindədir. Amma mənim mətbəxim 4 bucaqdır və bir tərəfində qapı olur və bir tərəfində də balkona çıxışdır. Ona görə burada hər iki tərəfdən mebel qoymağa imkan yoxdur. Bu gətirdiyimiz dolab əslində ofis üçün nəzərdə tutulan mətbəx üçün bir dolabdır və onu ona görə gətirmişik ki, bir müddət evdə qalacaq, yoldaşımın ofisindəndir. Hələ ki, ona orada lazım deyil deyənə istədi ki, çıxartsın və ona görə də müvəqqəti olaraq evə gətirib. Mən də fikirləşdim ki, bunun yerini hələ mətbəxdə olsun. Çünki mənim stolişnitsamdan rəngi də çox oxşayır və həm də ki, dediyim kimi, ayrıca bir dənə elektrik priborlar üçün bir güşə düzəldirəm. Mətbəxi plisoslayıb qutarandan sonra zaryadkası da oturdu. Plisosu qoyduq zaryadkaya, mən isə başlayıram aparatı taxmağa və parla indi yerləri siləcəm. Artıq Nərminə bizə kofe də hazırlayıb. İndi içirəm. O da xaladilnikində eşələnir, orada görürsünüz. Bayaq hamımız yeyəndə bu yemədi. İndi yemək istəyir. Bax, deyirəm də, mən yığışdıranda evdə kimsə olanda da belə böyük qız. Yenə də nəsə axtarır ki, yesin. Lazımsız vaxtı. Yox, zarafat edirəm qızlar. Elə bilərsiniz ki, mən ona heç nə verirəm. Burası biz yeyəndə istəmədi, indi yeyir. İndi burası işim bu qızğın vaxtında. Sən sonra qof içirsən. No, yaxşı. Bu da bizim Sonyamız. Baxın necə gəzir. Saçı o qədər uzanıb ki, elə bir qoyundur balaca.
Parla silenden sonra biraz da üstündən yaş salfetkalarından keçirəm ki, heç bir iz qalmasın, daha da təmiz olsun. Əslində çox xoşlayıram ki, hər şey təmiz olsun, hər şey yerbəyer olsun, amma özünüz başa düşürsünüz ki, balaca uşaq olanda evdə, ümumiyyətlə uşaqlar olanda onlar həmişə öz götürdüyü şeyləri yerinə qoymurlar. Çalışıram ki, öyrədim, eləyim, amma ki, yenə də çox üstlərinə getmirəm. Çünki özüm biraz çox təmizlik xəstəsi olduğundan mən ümumiyyətlə evdə hər şey töküləndə, çirkli olanda oturub elə belə dayana bilmərəm. Ona görə də həmişə yığışdırmalıyam, eləməliyəm ki, nəsə başqa bir işə əl atım. Amma istəmirəm ki, uşaqlarım çox belə olsun. Çünki çox vaxt aparır, amma yenə də bacardığım qədər öyrədirəm ki, təmiz olsun, yerinə qoysunlar. Amma əslində məncə hər kəs öz götürdüyü şeyi yerinə qoysa daha səliqəli və təmiz qalar. Məndə qızlar mətbəxdə hər cür mebel olub. Narıncı rəngdə də olub, qəhvəyi rəngdə də olub və bu da ağ rəngdədir və çox xoşlayıram, hər şey ağ olsun. Ümumiyyətlə bunu eləyəndə elə bilirdim ki, istəyim ağ olsa da, yəqin bunu təmiz saxlamaq daha çətin olar. Amma ki, deyim ki, sizə qızlar ağ mebeli daha rahatı təmiz saxlamaq var. Nəinki başqa rəngdə olan mebelləri, bilmirəm, ola bilsin ki, bura çay tökülən kimi, nəsə bir ləkə düşən kimi görünür və tez bunu silirəm. Ümumiyyətlə, məndə bir xəsiyyət var ki, həftədə bir dəfə bu mebelin üstünü silməliyəm. Biz isə keçdik qonaq otağına və stolun üstünü boşaldırıq ki, aparaq bunu mətbəxə. Birinci bu stoldan başlayırıq. Stolun üstünü yığışdırandan sonra başlayıram onun ayaqlarını açmaq. İki ayağını açmaq istəyirik ki, qapıdan birdən girməsə, belə toçunu girməli olacaq. Və mən bunu eləyərkən Nərminə də divanın üstünü biraz plisoslayır ki, divanı da yığışdırsın. Bəzi xanımlar soruşurdular ki, bu plisosdan razıyam mı? Bəli, qızlar, çox razıyam. Çünki gördüyünüz kimi belə divanın üstünü gəlib tez təmizləmək olur. Hardasa nəsə balaca bir şey tökülən kimi götürüb belə yığışdırmaq olur. Adi stoleshniyə də nəsə tökülsə, hansısa bir əl çatmaz yerə də nəsə tökülsə, götürürsünüz belə bu plisosla təmizləmək olur. Bir də ki, bu elə bil ki, süpürgədir, elektrik süpürgə. Birdən uşaq nəsə tökdüysə, mən də bilirsiniz ki, 2 dənə pişik də var, uşaqlar da var və hərdən elə olur ki, nəsə tökülür və elə olur ki, elə yerlərə tökülür ki, mütləq oranı plisoslamaq lazımdır və böyük plisosu çıxartıb gətirmək həmişə istək olmur, elə etmək və süpürgə ilə süpürsəm də o qədər də təmiz olmayacaq. Ona görə belə vaxtları bu pilisos çox əl tutur. Hal-hazırda yoldaşım evdə yoxdur, ona görə biz üçümüz bu stolu dartıb gətirdik ki, yoldaşım gələnəcən istədik ki, hər şey hazır olsun, ona da sürpriz eləyək. Gördüyünüz kimi nəhayət ki, stolu gətirdik və burada 2 dənə ayağını yenidən yerinə bərkidirik. Stol artıq yerindədir və bu stolun üstünə hələlik bir süfrə sərmək istədik. Bu süfrəni qızlar mən keçən dəfə çox qaynar suda yudum. Ona görə də çox qırışıb. İndi biraz ütüləyib istəyirik bunu bura sərək. Amma gələcəkdə mən bura yəqin öz əlimlə nəsə bir gözəl süfrə toxuyacağam. İstəyirəm ki, mənim stoleshnicamın rəngində olsun, saman rəngində bir şey toxuyacağam. İnşallah sizinlə də bölüşəcəm. Hələ ki, belə elədik. O qədər də yaxşı qırışları açılmadı. Dediyim kimi çox qaynar suda yuduğum üçün. Hələ mebel gəlib çıxmayıb, ona görə də biz də davam edirik yığışdırmağa. Burada olan lazımsız əşyaları ortadan götürürük, plisoslayırıq və buxar aparatı ilə buranı da siləcəm. Burada görə bilərsiniz ki, mən divanın yerində dəyişmişəm qızlar. Əslində divan o biri küncdə idi, amma indi hal-hazırda dediyim kimi ofisdən mebel gətirib, biri stoldur, biri dolab. Dolabı mətbəxə qoyacağam, stolu isə bura qoyacağım. Stol əsl ofis stolu, çox böyükdür və altında da şkafları var. Ona görə divanı o tərəfə qoydum ki, o stol burada yerləşsin. Amma mən sizə deyim ki, daha yaxşı oldu. Belə bilsəydim divanı çoxdan bura qoyardım. Ümumiyyətlə mən xoşlayıram ki, evdə ildə bir dəfə, 2 dəfə belə dəyişikliklər eləyim. Mənə elə gəlir ki, onda insan da təzələnmiş olur, sanki nəsə dəyişikliklər olur həyatınızda da. Nə bilim, mən bundan çox zövq alıram və ümumiyyətlə xoşlayıram ki, nələrsə vaxt-vaxtında belə bir nastroyeniyam olanda dəyişikliklər edim. Hər şey çox vaxtında çatdırdıq və gördüyünüz kimi mebel artıq mebeldə çatdırdılar və bu 2 dənə stolu biraz bizdə qalacaq. Sonra bunları aparacağam öz logopedik kabinetimə, çünki bunlar ev üçün deyil. Mən buranı paranoy aparatla silsəm də, buxar aparatla silsəm də gördüyünüz kimi bu yük daşıyanlar isə ayaqqabı ilə keçdilər və eybi yox, bir də buranı siləcəm. Neyniyək də, əsas odur ki, gətirib çatdırdılar. Onlar üçün də çox çətindir. Ona görə mən belə ustalar gələndə nəyisə dartanda heç vaxt demirəm ki, ayaqqabını mütləq çıxardın. Çünki yeri bir də silmək olur, amma bu ağır əşyanın əlində insana bunu demək məncə biraz düzgün deyil. Burada isə uşaqlar şirniyyat istədilər, neçə gündür istəyirdilər və bu basa-basdan, baxmayaraq ki, evimizdə bu qədər iş gedir, biz Nərmişlə fikirləşdik ki, qoy bunlar üçün bir şirniyyat da olsun. Ona görə islaq kek bişirməyə qərara gəldik və Nərmiş bunu hal-hazırda bişirir. Bura nə gəlir? Təxmin edeyim qızlar, əsl reseptinin proporsiyalarını
videonun altında saxlayacağım. Kim bişirmək istəsə buyurub bişirə bilər və çox rahat, asan bir reseptdir. 3 yumurta, şəkər tozu, kara yağı və un. Bir də ki, unutdum sizə demək ki, kakao da əlavə edirik və üzəri üçün bu keks bişəndən sonra islaq kek olduğu üçün üzərinə bir sirop kimi bir şey hazırlayırıq və üzərinə bunu tökürük. Onun da reseptini videonun altında sizin üçün saxlayacağım. Formaya töküb bunu sobaya qoyandan sonra keçirik bizim gətirdiyimiz bu dolabın içini silməyə. Silib bunun içini hazırlayırıq ki, içinə istədiyimiz bir şeyləri yerləşdirə bilək. Görürsünüz nə gözəldir, böyükdür və enlidir. Həm də material da çox gözəldir. Ona görə bunu istəyirəm. Ayrıca bir, dediyim kimi, güşə düzəldim. Burada çay, kofe aparatı, sonra ayrı grill hamısını bura qoyum ki, daha gözəl və rahat olsun. Baxın qızlar, belə bir stol oldu və indi bunu sadəcə çay üçün, kofe üçün bir yer eləmək istəyirəm. Burada ancaq belə güşə olacaq. Məndə ancaq kofe, çay, belə bir şeylər üçün və sırf bu şkaflarda elə bir şeylər üçün istifadə edəcəm. Bu isə ən əsas uşaqlardan başlayıb mənə qədər sevinən bizim kofe maşınımız olacaq indi. Bu DeLonghi'dir qızlar, çox gözəldir. Bunu istifadə etmişdik. Sonra getmişdi ofisə, indi yenə qayıtdı bizə. Bunu çıxardacağım. Baxarsınız, bunda həm cappuccino eləmək olur, həm də sadə kofe. Dəmləmə kofesi. Burası su yığılır. Buradan isə, yox bir dəqiqə, bu yerdə olur. Bunu qoyaram aşağı. Bu burada olur. Bu isə bu dəmir burada olur. Və buradan kofe tökülür, süzülür. İndi onun qabını da göstərəcəm. Bu isə cappuccino üçün ayrıca yerdir. Burada süd, çaşkada süd qoyursunuz. Buradan par çıxır və südü gözəl köpükləndirir. Sonra buradan isə axır isə kofe töküləcək. Bu isə cappuccino üçün dediyim kimi. İndi istəyirəm bunları hamısını bura qoyum, sizə də göstərim. Bu da bunun qaşığıdır. Buradan götürürük. Buradan isə basırıq ki, kofe utrambovka olsun, daha yaxşı dəmlənsin. Bunu da qoyuram üstünə. Fikirləşirəm ki, bura çaşkaları qoyum ki, açan kimi, amma bütün uşaqların əlləri çatsın. Və burada da rahatlı götürdüm, burada da çay qoydum. Buradaydı və burada çox qıraqdaydı. İndi əslində bu mebel gəlməmiş, bura bizə yaxşı idi. Amma biraz mebel gəlib, belə fürsət var, istəyirəm dəyişim. Başqa cür eləyim biraz. Çaşkalar hər halda indi qurudub qoyuruq, amma birdən indi yaş qalsa, məsəl olsa, uşaq hansı qoysa, buranı istəyirəm ki, yadınızdadsa bir manatlıqdan belə bir şey almışdım. Bunu istəyirəm bura sərim və bura qoyum. Rovna iki tərəfə bölünməli bir şey qaldı məndə burada, böləcəm. Çok güzeldi, kalındı. Bu birinci. Bu da ikincisine de koyacağım. Bu arada Albina nəhayət ki hazırlıqlardan evə gəldi və çaşkaları bura qoymağı ona verdik. O da başladı bura qoymağı. Yuxarı hissəyə çaşkaları qoyur, hansılardan ki çay içilir. Aşağı hissəyə isə belə stakanları qoyacaq, sadə stəkanlar. Qızdasa bir dənə belə almışdım, çaşkalar olan yerə qoymuşdum. İndi çaşkaları oradan düşürtdük deyənə bunu istəyirəm bura harasa qoyum, tarelkaları üstünə qoyum və bu şkaf daha böyükdür. Burada 2 dənə də yerləşəcək. Birini də alacağım ki, burada daha yaxşı olsun. Elə bil ki, 2 mərtəbəyə bölünür. İndi bunu qoyub göstərəcəm necə olacaq. Belə alındı qızlar, görürsünüz. Bir dənə də, tam bir dənə də bura yerləşir. Sabahları yəqin tez gedib alacağım ki, tam bura bitsin. Buranın da işini bitireyim. Bir də olsa bu tarelkalar altda qala bilər, yarısı onlar da yuxarıda qoymaq olur. Və daha səliqəli olardı. Hələ ki belə oldu. İndi davam edək mənimlə yığışdırmağa. Bu da bizim krasavçikimiz Rıjıqdır. Təzə yemək yerlərini tanımağa başlayır. Çünki yeməkləri həmişə buradaydı. İndi isə yeməklər üçün yer qalmadı. Ona görə bunu stolun altında saxladıq. Fikirləşdim ki, onlar üçün fərqi yoxdur. Yoxsa da bu yerdə idi. Həmən yerlərindədir. Baxın, su içəndə nə edir? Əlinlə mütləq dartmalıdır, dağıtmalıdır, sonra içməlidir. Burada çaylar var idi. Mənim qızım da dedi ki, burada o qədər yaxşı deyil, başqa konteynerə və fikirləşdi ki, sırada yer açsaq yaxşıdır. Buranı da bugün mebel gətirəndə belə cızıqlar. Çox təəssüf, çox hirsləndim, amma ki, qızlar, mən özümə təsəlli verirəm ki, bu laminatı 1 ilə 2 ilə dəyişəcəm. Biraz Emil böyüsünü gözləyirəm. Çünki Emil də belə xətlər velosipedlə, nə bilim, iquşkaları ilə qoyur. Ona görə gözləyirəm biraz. Bu isə bizim hələ ki bu hal.
Bu deməli, kofe maşın, aerogrill də bura qoydum, çayniki də bura qoydum. Bir dənə mənim tosterim bura yaraşmır. Tosterimi də dəyişəcəm gələcəkdə. Onu da istəyirəm qara və metal rəngində. Burada deməli, bütün kofeleri, çaylarımızı, çayniklərimizi qoymuşuq. Bu iki şkafa istəyirik, onları da düzək. Bu da nəticə. Çaylar, kofelər, yaşıl çaylar, çaya atan, mixek, başqa bir şeyim hələ ki yoxdur, amma alacağım. Çünki çox xoşlayıram rəngli çayları. Burada əvvəllər mənim çaylarım da var idi. Çaylarımı götürdüm, indi belə oldu. Burada kakaonun yeri də onu da qoyacağım. Yuxarıda da belə boşluq əmələ gəldi. Nəsə qoyacağım sonra. Çox hələ ki belə. Burada məndə rozmarin var, bunu xırdalayacağım. Keçən də biraz eləmişdim, çox gözəl olmuşdu. Mən həmişə özüm alıram belə yumruq, istiot və bunu burada mütləq üyüdüb qoyuram bu qaba. Üyüdülmüş almıram. Bu da ıslak kek. Nərminənin. Boşum Nərminə pişirdi bunu. Burada bunlar hamısı onu yeyirlər. Baxın nə gözəl. Reseptini mütləq saxlayacağım sizə videonun altında. Emil'in yemeğinden siz göreceksiniz ki çok tatlıdır, görürsünüz. Dadlı değil mi? Dadlıdır. Gördünüz, Emil öz fikrini size dedi. Albina yekə bir kruşkasıyla gelip burada kofe pişirir. А где сломала, Artıq sabahsı gündür qızlar və qızları göndərdim bazarlıq eləsinlər biraz və bugün nə aldıq? 2 dənə belə. Neydi bu? Pişik yeməyi. Bir dənə süd. Belə Belavski toruqlar çıxıb. Bunlar həmişə 500 qramda idi paket. Bundan yox idi, amma bilmirəm, bəlkə də mən görməmişdim. İndi isə belələri çıxıb. 200 qramdır biri. 2 dənə bundan aldıq və 3 dənə milla. Sonra qoz aldıq, yağ aldıq, vanilin. Yenə qoz alırlar. Yenə də qoz aldıq. Sonra bu nədir? Tamaşa düyüsü aldıq. Qatıq, bir də 3 kilo burada döşətidir. Yumuşa oğurlamışdı və kəsmişdi. Bu nə idi? Bu da siyazan toyuğum. Əslində biz bugün nə bişirəcəyik? Bugün biz yaxşı bir resept tapmışam qızlar. Nə bişirim deyirsinizsə, mütləq mənə baxın və bişirin. Mən indi tapmışam. YouTube'da mən də hərdən sizin kimi axtarıram ki, nə bişirim və plov tapdım. Mərci ilə plov mən düzün desəm yeməmişəm. İndi birinci dəfə onu sınayacağım və mərci ilə plovun yanında sulu ləvəngi. Bunu da mən yeməmişəm qızlar. Bilmirəm siz yemişsiniz ya yox. Bacım pişirmişdim. Məni qonaq çağırmamışdı. Ondan fərqli olaraq mən onu çağırdım qonaq. Çağırım yalan deyil, pişirməyə çağırır. Allah pişirməyə çağırmışam. Nə fərqi var? Sən də yeyəcəksən də, ha? Burada da biz eləyəcəyik ciabatta çörəyi. Bunu da birinci dəfə bişirəcəm. Bu amma unu xəmiridir. Soruşmayın. Bu bizdə случайно ciabatta olan xəmirdir. Bu nə idi? Bu mən sizə göstərdiyim acıtmada olan xəmirdir. Sadəcə biraz suyu çox olacaq. Ona görə bu çox duru olub deyəndən bunu 2 saatdan elə bil ki, bir də yoğurmalıydım, sonra hər yarım saatdan. Biz isə heç nə etməyəcək, çünki çox gözəl gəlib, amma çox duru olub deyənə. Görürsünüz necə içində deşiklər, havacıqlar. Qızlar, bilmirəm düzgün necə bunu deyim, ifadə edim. Voşin bundan da var, çox gözəl alınıb. Bir də görürsünüz ki, bu un biraz tam ağ un deyil, o biz həmişə gördüyümüz vışı sort. Bu цельнозерноваяdır. Цельнозерновая Tam buğdadır da. Sopları ayrılmıyor. Buğdanın tam özü. Üyüdülüb olub unu. Hal-hazırda biz bugün dünən nə qədər yeni də axtardıq, mağazinlərdə tapmadıq. Siz də birdən indi istəyib tapmasaz, təəccüblənməyin, Walmart, Mega Store, hər yeri axtarmışıq, Neptun yox idi. Bəlkə yəqin yenə gələcək. Bu aldıqlarımızın hamısına 86 manat 38 qəpik xərc çəkmişik. Xilas eləmək istəyir mənim. Mən xilas eləmək istəyirəm, amma nə təbiysə bilmirəm. Xəmirimi, amma heç cür xilas edə bilmir.
Reanimasiyada işləyir, esli ona görə. Vərdişdə xilas eləmək. Reanimirəcək mənim xəmərimi. Və başlayırıq ləvəngi bişirməyə. Onun üçün soğan doğrayırıq, qozu doğramışıq və bir qabda bunları hamısını qarışdırırıq. Soğan, urub ya da turşu. Kim bunu necə adlandırırsa bilmirəm, hər bölgədə öz adı var və bunları hamısını qarışdırırıq. Duz istiyor zövqə görə. Və bizdə mağazin toyuğu olduğu üçün kəfini götürənədək qaynatdıq və sonra da belə qızardırıq. Üstünə ləvəngimizi də belə yayırıq və qapağını qoyub biraz da öz bulyonundan tökürük. Toyuğun bulyonundan qapağını bağlayırıq. Biraz da gördüyünüz kimi sarı kök də əlavə edirik və vamxodda qəşəng bir də qaynadırıq ki, bütün dadlar bir-birinə qarışsın. Və ən əsası yağı unutmuruq. Çörəyimiz belə alındı qızlar, görürsünüz nə gözəldir. Bunun formasına baxmayın. Belə olmalıdır, əyri-öyrü olur bunlar. Əsas odur ki, içi və dadı. Mənim kimi kofe sevənlər varsa, bunu biz Azzadan aldıq. 11 manata demək olar. 250 qram. Başqa yerlərdə imенно bu kofe yox, bu da italyanski kofe görürsünüz. Amma başqa yerlərdə 250 qram kofe başca 20 manat, belə 15 manat civarındadır. Amma burada münasib qiyməti və dadı da çox superdir. Üstündə yazılan kimi. İçinə də toyuğun bulyonundan. Amma bu kənd toyuğu olsaydı lap super olardı. Bizdə yoxdur, kəndə getməmişik bu aralarda. Kimi bura mərci əlavə edirik, qırmızı mərci. Bunu belə Yürük və pişiririk. Bişirmirik. Düyüyə bunu əlavə edirik. Sразу düyünü götürürük. Bu isə qazmaq üçündür. Qazmağa nə gedir? 3 dənə yumurta, qatıq, 1-2 qaşıq, xörək qaşığı duz üstü. Zövqə görə və un, 2 qaşıq xörək qaşığı. Artıq bu hazırdır. Bura biraz da düyü əlavə edəcəyik. Burada nə var deməli? Yumurta, biraz un, qatıq, duz istiyor zövqə görə. İndi biraz da düyü atacağıq. Mərcini deməli atdıq qaynayanda düyüyə və sırada da tökürük, süzürük çünki mərci qaynamasın. Mərci yoxsa da yumuşaq bir şeydir, dəmlənəndə hazır olacaq. O bayaq hazırladığımız qazmağı qəşəng qaynar qazana, qaynar yağın içinə tökürük, yayırıq qazanın dibinə. Biraz tutandan sonra dibi üzərinə də düyünü əlavə edirik və dəmə qoyuruq. Ən əsasını unutmuruq. Kərə yağından qəşəng bolluca doldururuq. Artıq bir müddətdən sonra, aş dəmlənəndən sonra gözəl çıxardırıq qabımıza. Çox gözəl alındı qızlar, çox dadlı olundu. O qədər yedik ki, partladıq. Belə çox yemirik, amma bu o qədər dadlı idi ki, dayana bilmədim. Sizə isə hər birinizə təşəkkürümü bildirirəm ki, axıracan, sonacan məni izlədiniz. Hələ də abunə olmamışsınızsa abunə olmağı unutmayın. Çox sevindirərsiniz bununla məni və hər kəsə özünüzə yaxşı baxın. Gələn görüşlərə dək deyirəm və baxın sonunda da nə göstərəcəm sizə. Dünən islaq kek bişirməyimizə baxmayaraq bugün yenə bir gözəl piroq bişirdik. Çox dadlı, çox incə, zərif bir piroq idi. Əgər istəsəniz bunu shortsda bölüşəcəm və istəyən olsa bunu sadəcə olaraq sifariş etməyə və evdə dadına baxmağa, o da alınır. Bacımın səhifəsinə keçid edib oradan sifariş edə bilərsiniz.